Sevgili dostum, özünü nə qədər sevirsən, özünlə tək başına nə qədər qala bilərsən. Təsəvvür et ki, özün kimisi qabağına çıxıbdır, onunla sevərək ünsiyyət necə qura bilərsən? Rahat ünsiyyət qura bilərsənmi özün kimi birisi ilə? Bir də fərqində ol bunu, bir də gözün qabağına gətir. Özünü sevmək çox önəmlidir. İnsan özünü sevərsə, onda özünə aid olanları da daha yaxşı sevə bilər, sağlam sevə bilər. Nə qədər ki özünü sevə bilmirsənsə, onda sən başqasını sevə bilməyəcəksən. Sən elə biləcəksən ki, o sevgidə ancaq diqqət eləsin, görəcəksən ki, o fədakarlıqdan, özünü qurban verməkdən başqa bir şey deyildi. O saxta sevgi olacaqdır. Sən məsələn içindəki ruhunun çağırışını başlayırsan çöldə axtarmağa. Ruh deyir ki, mənə bax, mənə diqqət elə. Ancaq sən elə bilirsən ki, yemək yeyəcəksən, ruhun sakitləşəcək. Sən elə bilirsən ki, yeni paltar alacaqsan, ruhun sakitləşəcək. Sən elə bilirsən ki, yeni maşın, gözəl bir iş elədikcə, çatdıqca sən ruhun sakitləşəcək. Amma görsən yox, ruhun daha çox şey istəyir, daha çox. Çünki sən hələ özünü sevə bilməmisən. Çünki sən özünü sevə bilmədiyinə görə adi şeylərdən belə sevgi ala bilmirsən. Bəs yaxşı, özünü sevmək üçün nə etmək lazımdır? Özünü sevmək üçün 30, 40, 50 gün disiplinli olaraq bir özünə vaxt ayırırsan, 10 dəqiqəlik, çox yox, 10 dəqiqəlik vaxt ayırırsan, gözü yumursan. Gözü yumursan, sadəcə bir özünü bir kəşf edirsən. Maraqlı bir kəşf edilmiş kimi özü müşahidə edirsən və sual verirsən. Mən kiməm? Mən nə üçün varam? Mən nə üçün gəlmişəm? Bu sualları verdikcə özü tapmağa başlayırsan, özü kəşf eləməyə başlayırsan. Özü kəşf elədikcə özü tanıyırsan. Necə ki Həzrət Əleyhisselam demişdi, özünü tanıyan Rəbbini tanıyar. Elə ki sən özünü tanıdın, elə ki sən özünü nə cür gözəl bir varlıq, fövqəladə varlıq olduğunu tanıdın, artıq onda özünü sevməyə başlayırsan. Özü sevəndən sonra böyük bir mükafat da olacaqdı burada. Allah'ını da tanıyacaqsan. Özü sevən insan özündən zövq alan insandır. Sən ki özünü sevdin, artıq sən nə əlində telefonla məşğul olacaqsan, bihudə işlərlə, yəni ki, artıq yeməyə başlayacaqsan, izafi paltarlar almağa ehtiyac olmayacaqdır. Artıq sən həyatın hər bir hissəsində, hər bir detalından zövq almağa başlayacaqsan. Bax, əsl sevgi də elə budur. Dostlar, bununla bağlı hər hansı bir fikirləriniz, şərhiniz varsa bildirə bilərsiniz. Uğur olsun.